Bugün çox ləzzətli, yumşaq Ramazan pidesinin hazırlanmasını bölüşürəm. Əvvəlcə bir qaba 1 stəkan ilıq su, 1 stəkan ilıq süd, 1 yemək qaşığı maya, 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı duz və 2 yemək qaşığı duru yağ əlavə edib qarışdırıram. Və unun keyfiyyətindən asılı olaraq 4 stəkan yarım unu az-az əlavə edib yumşaq xəmir yoğururam. Dəzgahın üzərinə bir qədər un səpib xəmiri toparlayıram. Xəmiri 2 qat qabarana qədər mayalanmağa qoyuram. Xəmirin havasını aldıqdan sonra bişirəcəyim listə qoyuram və əlim ilə yavaş-yavaş list boyunca xəmiri açıram. Kim istəsə əli ilə forma verə bilər, mən paxlava formasında kəsiklər atıram. Və xəmirimi yenidən mayalanmağa qoyuram və xəmir gələnə qədər üzərinə çəkmək üçün qarışım hazırlayıram. Qaba 2 yemək qaşığı un, 5 yemək qaşığı su və 1 ədəd yumurtanın sarısını əlavə edib tam şəkildə onu açıram. Və artıq xəmirim kündəyə gəlibdir. Hazırladığım qarışımın hamısını kündənin üzərinə çəkdikdən sonra zövqə görə kim istəsə çörək otu ilə bəzəyə bilər. Mən küncütdən istifadə etdim. Və öncədən isitdiyim 180 dərəcəli sobada alt-üst rejimdə pişməyə göndərdim. Çox ləzzətli, yumşaq pide alınır. Günlərlə qalsa belə ətri, yumşaqlığı itmir. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olub, məni bəyənib, yaxınlarınızla bölüşməyi unutmayın.